Başlayaq. Soyuq qış aylarında əlbəttə ki, bizim canımız xəmir xörəkləri xoşlayır. Qış ayı belə deyim sizə, bizə təzə gəlib. Qar kəsmir. Və ona görə düşündüm ki, belə bir fərqli bir təqdimatla xəngəl hazırlayayım. Qat-qat xəngəl soğanla. Baxaq, görək necə alınır. Əvvəlcə xəmiri hazırlayaq. Deməli, xəmirə mən əlavə edəcəm 8 yumurta. 6. Əla. Qabıqları ataq. Deməli, indi bura duz əlavə edək. Bunu qarışdırırıq. Çox da bərk qarışdırmırsınız. Gördüyünüz kimi 150 qram su əlavə edirəm. Ola bilsin ki, biraz əlavə edəsiniz. Ola bilər. Əla. İndi keçək unumuzu eləməyə. Undan mən istifadə edəcəm. Bu həmişə sınanılmış bismut unundan. Nəzərə alaq ki, bizim əsas, belə deyim, komponentlərdən, ingredientlərdən biridir. Və burada da mən risk eləmək istəmirəm. 1 kiloqram yetərlidir. Çox gözəl, yüksək keyfiyyətli, əla növdən istifadə edirik. Oksidləşir, oksigenləşir. Bol. Elə adam var, birbaşa eləyir, amma həmişə əliyin. Axırıncı dəfə mən sizə deyim, 2012-də yağmışdı burada. Neçə gün, deməli, dalbadal bir həftə yağdı. Onda da belə qar idi. Amma indiki belə də intensivliyi daha çoxdur, mən sizə deyim. İstəyir belə xəngəl isin, dana xəngəl. Düzdür, bizim oruçluq Ramazan ayının 1-ci günüdür və belə xəngəli elə-belə yeyəcəyik. Əlavə edirik. Ay, sağ ol. Biraz, bəli. Elnur, biraz əlavə elə. Sənin əlin təmizdir. Sağ ol. Elnur həm operator, həm də ələkçinin qıl verəni. Saxla. Ay, sağ ol. Fitnessdə bıraxmışdım neçə gün. İstəyirəm məşğul eləyim də biraz. Gözəl. Aşağıdan çəkirsən. Elə yoxdur. Biraz sal, biraz qaldır. Yox, belə. Deyim ki, mən sənə şöhrədirəm. Biraz qatını ilə yaxar. Sən də mənim işimə qarışma da deyil. İlnur, biraz da su əlavə elə, xahiş edirəm. Ha? Elə oldu ha? Yaxşı. Ayda. Çöbəsdir. Ay, sağ ol. Qar yağır. Xəmir xörəyi. Sən nə düşünürsən? Doğrucam, əstağfirullah. Xəmirimiz demək olar hazırdır. İndi qoyacaq yarısa bir yarım saat, 40 dəqiqə qalsın. Bizdə burada odun sobası yanır. Bunun üstünə qoyacağım. Bura qəşəng istidir. Soğanı doğrayaq. Soğanını bol yeyəcəm. Deməli, biz pendiri rəndədən keçirdirik. Bax, bir neçə belə hissəyə böldük. Böyük hissəsindən. Yəni, iri gözdən. Şey olmalıdır, teksturası görürüz mü belə? Bunu da aralarına vuracaq. Görəcəksiniz, darıxmayın, tələsməyin. Yağı əridəyik. Burada 400 qram yağdır. Yağı biraz əridirsiniz, amma dağ eləmirsiniz. Yəni ki, o zülaldan ayrılmasın da. Yəni, belə dağ olmuş torta deyirlər də, kilkəsi. Şəkildə kilkə deyirlər, yəni ayrılmasın. Belə qalmalıdır. Yəni, az əritdiniz. Sonra özü əriyəcək. Mən kifayətdir bu qədər. İndi başlayırıq soğanımızı qızartmağa. Qoyaq bura. Bu bizim özümüzün düzəltdiyi nehrə yağıdır. Çox sağ olsun xanımlar, Fənara xanım, İnna xanım
Bak onun üzerinde çalışıblar. Biz bunu çok güzel yağdır, çok güzel. Yani təbii, yani öz əlimizdən çıxmış yağdır. Yağdan götürək. Ya biraz soyuducuda qalıbdı ya. Biraz bəlkiyib. Yeri gəlmişkən bu əlimdəki bu taxta qaşıq görürsüz də. Bunu Elnur düzəldib. Yəni belə kameranı qoy fırlayım qoy bura. Kamera taxta qaşığı Elnur hazırlayıb. Çox gözəl qaşıqdır və böyük məmnuniyyətlə istifadə edirəm. Əlbəttə ki, yəni bizim yaxşı müəllimi olubdan, belə deyim, bizim manufakturada. Yəni elə belə deyil, yəni instrument. Bizim instrument hər şeydə ki şey. Bunu da sonra qaldıraq. Qaldıraq? Bəs də, yəni dirəm orucam da, qutarda buzaraq. Soğanı qoyduq bura, deməli, əlavə elədik və üzərini örtürük. Çünki bizə lazımdır ki, soğan belə qəşəng ərisin, geçsin, bax belə görəcəksiniz, qəşəng olmalıdır belə. Çox belə incə. Bizimlə qalın. Artıq bu hazırdır. İndi keçək, xəmirimizi açaq, kündələri açaq və prosesi davam edək. Deməli, xəmirimiz artıq yetişdi. Bir 40 dəqiqə qaldı. Çox gözəl xəmir alınıb. Bax, 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 bax. Əla. Düşdü mü? Əla, gördün Elnur? Çəkək nə qədərdir? Deməli, 1 kilo 543 qram. Bölürük bunu 7-yə. Olur 220 qram. Yəni 220 qram hər kündəmiz olacaq. Gesundheit. Deməli, bundan götürürük. 300 qram çoxdur. 2 274 yenə çoxdur. Burcu olacaq. 234. Yox, yenə də biraz çoxdur. Yox, paput olmasın bizdə. Düz 224 qram. Əla. Deməli, bundan 7 kündə bax belə çəkirik. Tak, deməli, bitdi. Deməli, 7 dənə 220 qramdan bizim belə xəmirlər alındı. Biz bunu qoyuruq bura, qurumasın və bunları indi bir-bir açacağıq. Kündələrimizi indi açaq. Üzərinə də vuraq. Əsas məqamlardan biri. Teşə. Pişiklərimiz də üzr sayın. Çəkilişimizə mane olurlar. Çox nazik eləyəcəyik ki, nəzərə alaq ki, neçə qatdan ibarətdir və belə içərisində qırışdıracağıq, görəcəksiniz. Belə itlər olur, belə sifət belə. Tapıb qoyarsan, Elnur, o kadrı iti taparsan. İndi 7 dəfə belə bunu açıb ki, qıraqda qoyaq ki, deməli, qurumasın və indi biz qazanımıza suyu atırıq ki, həmin vaxtda da qaynasın və indi prosesi görəcəksiniz. Operativ. Deməli, Allah tutduğumuz orucu qəbul eləsin. Sağ olun, canınız sağ olsun ki, belə sağlamlığınız imkan versiniz ki, siz oruç tuta biləsiniz. Sağ olun. Xurmadan da bir dənə ağzımıza qoyaq və davam eləyək işimizə. Birinci dəfə oruçluğu Ankara'da idim 96-cı ildə. Orada gördüm və orada başladım. Düzdür, yarımçıq başlamışdım. 97-ci ildən günü büyüyünə qədər yəni oruç tuturam. Hər il. Sağ olun.
Deməli qaynayandan sonra kündəni bir-bir atırıq bura. Buradan çıxardıq soyuq suya və sonra başlayırıq burada yığmağa. İlk öncə gəlin bunun divarlarını yağlayaq. 25-in 35-ədir. 24-ün 35-ədir. Belə. Xəngəl. Qat-qat xəngəl arasında da soğançası ilə və pendiri ilə. Belə gözəl, əşşək, əla. Səviyyəsi, bəsdir, kişi, deyirəm, uğurucam deyirəm, uğurucu artıq aşmışam. Bəs eləyir, süzürük belə, burada dərhal soyuq suya eləyirik. Deməli, indi çıxardırıq buradan. Gətiririk bura. Bax, belə xəmirimizi burada belə açırıq. Bizim yağı başlayırıq üzərinə çəkməyə. Deməli, eləyirsiniz, elə eləyin ki, yağsız yer qalmasın. Hər yeri yağlanmalıdır. Yağlı yemək dadlı olur. Deyir, aşın yağı bol olar, gəlinin üzü ağ olar. Deməli, bunun bir hissəsinə biz pendir əlavə eləyək. Belə. İndi keçək növbəti. Biraz vaxt aparan işdə, amma mən sizə deyim, çox ləzzətlidir. Çox. 2-3 dəfədən sonra siz bunu gərək deyim, suyunu baxasınız ki, soyuq olsun. Bunu da belə əlavə edirik. Sağ ol, belə. Və indi soğan. Vaxtıdır ki, soğan əlavə edək. Bəh, soğan. Görürsünüz nə qəşəkdir. Yağ yaddan çıxdı, gözləyib, bay, yağ yaddan çıxmışdı. Yağ əlavə eləyək, biraz yadımızdan çıxmışdı yağ vurmaq. Hər qatında yağ vurulmalıdır, yadınızda saxlayın. Belə. Deməli, bu oldu bunun ikinci qatı. İndi gedəcək üçüncü qata. Bu boyda xəngəl görmüsən, bu boyda yekə. Doğramırıq, görürsən, yekə, bütöy. Nətərsən mənə? Qat xəngəl. Soğancı ilə, yanında qurutu. Belə bay, qar yağır. Və oruçluq. Ay, maşallah, inandırım. Çölə çıxmışsam, mənfi 6 dərəcədə. Bax, görsən nətər qaynayır. Belə buğzat nətər gəlir, fikir ver. Kameranı tərləyəcək yəni səni. Belə bolluca. Növbəti 4-cü qatdır bu. Ay sağ ol. Son şeylərdə yazarsınız. Şərh bölümündə, kommentariyalarda ki, bu hansı mətbəxdir? Qazaqdır, yoxsa Zakataladır? Nə bilim, Qarabağdır. Valla, mən qoy deməyim də, mən işə salmadayım. Bu sadəcə oldu 5-incisi. 6-cısı qaynayır, 7-cisi də oradadır. Tak, yağlayaq yenə də. Bolluca pendiri əlavə edirik. Nə qədər pendir qalıbsa, bunu da bitirək. İndi sonuncu biz qatı gətirək. Bu deməli sonuncu qatdır. İndi ondan sonra da o birisini artıq biz pişirməyəcəyik. Bax belə bu şəkildə görürüz. Yəni daha biraz qabarıq olmalıdır. Bu axırıncı deməli bizim qatı. Görürsüz belə bunu sirkələyək. Üzərinə əlavə edirik belə. Və bunu da bax buralara
böyür tərəflərə yığırıq belə içərisinə. Bunu belə bir yedirik bu tərəf. Hər tərəfdən gelir. Bunu açaq. Belə. Deməli, bax belə bunu doğrayacağıq. Belə doğrayırıq. Rahat şəkildə kəsilir. Qoyaq pişməyə. Harasa 200 dərəcədə bu pişəcək. Təxminən 35 dəqiqə. Və ola bilsin ki, biraz çox oldu. Qoyaq pişsin. Şöyle bir dənə baxaq. Gözəl. Qar da kəsmir də. Əla stolumuz buradadır. Hey, sağ ol. Orxan, yerim məlum. Orxan, gəlib qəşəng yığışdırardın. Görsən nə qədər qar yağdı bura. Wow! Bu sən gələndən sonra mı yağdı, Elnur? Çox gözəl qardır, puşistdir. Gözəl Elnur. Atım. Bağışla. Az verək. Wow. Specific. 11 dəqiqə qaldı. 11 dəqiqədən çıxardıram. Temperaturu biraz saldım. Bizim qat-qat xəngəlimiz hazırdır. Gördün nə gözəl pişib. Gözəl. Əla. İndi bunun dadına baxacağıq. Əlbəttə ki, xəngəlin yanında sarımsaq qatıq da hazırlamışam. Belə xəngəl olar. Bəli, olar. Şərhlər bölümündə yazın. Görürsünüz nə gözəl pişib. Üzü üstü xırtıllayır. Ben bir bax belə. Gözəl. Həqiqətən Elnur müəllim wow aldım. Xəngəl, qat-qat xəngəl. Adı bildiyimiz xəngəldir, prosto üst-üstə qoymuşuq biz bunları. Belə alsam ki, ağzımı yandırıram, qoyun bir dəqiqə ağzımı yandırmayayım. Biraz sarımsaq qatıq vuraq azca. Uzanır. Gözəl, möhtəşəm. Soğanı ilə, zadı ilə fikir versin, bax. Bildiyimiz xəngəl də. Bildiyimiz xəngəl, amma üst-üstə yığılmış. Bax, fikir ver. Əla. Üst hissəsi belə xırçıltılayan. Super, möhtəşəm. Siz də belə hazırlayın. Sizdə də bundan daha gözəl alınacaq. Amma biraz vaxt sərf eləmək lazımdır. Gözəl, əlbəttə ki, bismillah.